Diqqət! Məşhur xəstəxanalar ləğv edilir. Proses başladı. Söhbət Azərbaycan Dəmir Yollarının həkim sanitar xidmətinin tabeliyində olan tibb müəssisələrindən gedir. Beləliklə, Bakı Dəmir Yolu Xəstəxanası Respublika Pediatriya Mərkəzinə, bir saylı Bakı Dəmir Yolu Poliklinikası və 2 saylı Bakı Dəmir Yolu Poliklinikası Bakı Baş Səhiyyə Mərkəzinə, Ələt Dəmir Yolu Xəstəxanası Qaradağ Tibb Mərkəzinə, Gəncə Dəmir Yolu Xəstəxanası Gəncə şəhər Birləşmiş Xəstəxanasına, Xaçmaz Dəmir Yolu Ambulatoriyası Xaçmaz rayon mərkəzi xəstəxanasına, Hacıqabul Dəmir Yolu Ambulatoriyası Hacıqabul rayon mərkəzi xəstəxanasına, İmişli Dəmir Yolu xəstəxanası isə İmişli rayon mərkəzi xəstəxanasına qoşulur. Kreditorlar tələblərini 2 ay ərzində müvafiq ünvanlara bildirə bilərlər.